Əziz şagirdlər, gəlin biraz da davam edici zamanlara aid bir neçə testin izahına baxaq. Birinci sualda baxırıq ki, when bağlayıcısı var. Biz bilirik ki, when bağlayıcısı olanda bir tərəf keçmiş sadə, digər tərəf keçmiş davam edici zamanda olmalıdır. Baxırıq, bir tərəfimiz keçmiş sadədir. Heard feilindən bilirik. Ona görə digər tərəf keçmiş davam edici, yəni was were ing olan variant. Ona görə düzgün cavabımız E variantıdır. İkinci sualda yenə də burada when var, yenə də burada id şəkilsi keçmiş sadə. Biz keçmiş davam edici götürməliyik, ona görə E variantıdır, yəni düzgün cavab. Üçdə də yenə when var, id şəkilsi keçmiş sadə, yenə də was were olan variantı B variantını götürürük. Dördüncü sualda while bağlayıcısı var. While olanda biz demişdik ki, ya keçmiş davam edici götürə bilərik. Əgər variantlarda yoxdursa, keçmiş sadə ilə keçmiş davam edici də götürə bilərik. Baxırıq variantlarımızda C variantında keçmiş davam edici olan zaman var. Ona görə düzgün cavabımız C variantıdır. Beşinci sualda burada artıq no zaman göstəricisi var. Bu indi deməkdir. Ona görə biz bilirik ki, bu indiki davam edici zamandır. İndiki davam edici zamanda əmizar ayıncı olan variant seçməliyik. Ona görə düzgün cavabımız A variantıdır. Altıncı sualda while var. Dedik ki, ya keçmiş sadə, ya keçmiş davam edici, ya da hər ikisi keçmiş davam edici olmalıdır. Baxırıq ki, hər ikisi keçmiş davam edici olan variant yoxdur. Ona görə biz elə A variantını götürürük. Keçmiş sadə, keçmiş davam edici. 7-ci sualda yenə while var. Baxırıq bu tərəfə. Bu tərəf keçmiş zamandadır. Hit feili qaydasız feildir. Lakin elə kökündən dəyişmir. Hit olaraq da qalır. Və biz hardan bilirik ki, bu keçmiş zamandır? Ekar üçüncü şəxsin təkidir. Əgər o indiki zamanda olsaydı, bu feilin sonuna is şəkilsi artırlardı. Is şəkilsi artırılmayıb deyə biz bilirik ki, elə keçmiş zamandadır. Ona görə də düzgün cavabımız keçmiş davam edici olmalıdır. E variantı. 8-ci sualda no var. İndiki davam edici zamanın göstəricisidir. Ona görə düzgün cavabımız A variantıdır. Əmizar ayıncı olan seçməliyik. 9-da yenə də while var. Baxırıq, keçmişlə keçmiş davam edici seçə bilərik. Düzgün cavabımız C variantıdır. 10-da baxaq, no var. Baxın, sual cümləsində sizə sualı hansı zamanla verirsə, biz də həmin zamanla cavab verməliyik. Burada no indiki davam edici zamanla sual verib. Biz də indiki davam edici zamanla cavab verməliyik. Ona görə də düzgün cavabımız A variantıdır. 11-ci sualda zaman göstəricisi var. İlk başta burada yesterday görürük. Biz bilirik ki, keçmiş davam edici zaman keçmişdə dəqiq vaxtda baş verən hərəkəti bildirir. Uşaqlar həmən yesterday görüb, sadəcə keçmiş zamanı seçməyin. Baxın, cümləni tam oxuyun. Məsələn, burada at the time yesterday, dünən bu vaxt. Bu artıq keçmiş davam edici zamanın zaman zərfidir. Keçmiş zamanı yox, yəni sadə zamanı yox. Ona görə də biz burada götürməliyik were playing D variantını. 12-ci sualda əmr cümləsidir. Əmr cümləsindən sonra biz bilirik ki, indiki davam edici zaman götürülməlidir. Ona görə düzgün cavabımız A variantıdır. 13-cü sualda yenə no var. İndiki davam edici zamandır. Ona görə də biz C variantını götürüb burada inkar formada verilib. 14-cü sualda yenə də yesterday qarşısında amma at 2 o'clock yesterday. Dünən saat 2-də dəqiq vaxt bildirir. Ona görə keçmiş davam edici zaman C variantı.